Salyanda ölümlə nəticələnən yol qəzası olub. Hadisə bugün səhər saatlarında Köhnə Ələt Astara magistralının rayonun aşağı Kürkən kəndi ərazisindən keçən Kür çayı üzərindəki körpüdə qeydə alınıb. Belə ki, Priora markalı avtomobil sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində Neftçala rayonunun Xıllı qəsəbə sakini 37 yaşlı Zeygəm İbrahimov hadisə yerində ölüb. Yaralılar Salyan rayon Beştalı kənd sakini 41 yaşlı Neymət Nağıyev, Neftçalanın Şorkənd kənd sakini 33 yaşlı Zahid Balakişiyev Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildə sıxılı qalmış meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır. Salyanda baş verən yol nəqliyyat hadisəsi ilə bağlı 18-12-2025-ci il tarixində 09:50 radələrində 2 nəfər kişi olmaqla Salyan rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya edilmişdir. Müxtəlif bədən xəsarətləri alan xəstələrə zəruri tibbi yardım göstərilmişdir. Xəstələrin vəziyyəti stabil olaraq dəyərləndirilir. Səmir Şahlaroğlu, Qurban Vidadioğlu bu gün informasiya proqramı üçün.